Gel. Xahiş edirəm bir dənə otur. Bax qardaş, mən boş-boşuna kredit götürmürəm. Sözün düzünü deyim. Bizim evdə aboyumuz dağılmışdı. Aha. Arvad dedi ki, evin aboyunu təzələmək lazımdır. Mən də getdim, girdim banka. Bankadan kredit götürdüm. Elə bir evin divarın bir tərəfini aboy vurdum. Qalan pula da arvada iPhone 15 aldım. Buna görə gəlib kredit götürsən? Yox. Sonra arvad xəstələnmişdi. Xəstələnmişdi. Getdim, girdim aptekdən bir dənə antibiotik aldım. Bir dənə antibiotik aldım arvada. Çıxanda fikirləşdim ki, bu həyatını 2 qızdan yaşayan arvad diye. Bir dənə antibiotik buna təsir edəməyəcək. Gördüm, üzlərə bank var. Girdim, bankdan kredit götürdüm. Gəldim, bir dənə də antibiotik aldım. Yerdə qalan pula da getdim arvada iPhone 16 Pro Max aldım. Çox kədərli. Qulaq as, nətərdir indi? İndi böyür knopkası işləmir, yaxşı işləmir. Səy, arvadı deyirəm, arvad nətərdir? Yox, arvad elə 2 qızdan yaşayır da həyatını. İndi də bax bir problem çıxıb ki, indi bax kredit götür, bax uşaqların deyirəm ki, məktəbə görə dəftər, ruçqa, nə belə şeylər. Əsas yerimdir uşaqlar. Leylədir. İşte də iPhone 17 çıxdı. Uşaqları dəftər almadın? Yox, uşaqların zehni yaxşı deyir, müəllimlə deyir, qavrayırlar. Maşallah, çox belə gözəl ailəsiniz. Ancaq telefon alırsınız. Eləyim. Buna görə götürmüsən sən kredit? Eləyim.